Salam, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi bugün 2-ci və 3-cü qruplarda qəbul imtahanı keçirildi və sizinlə gəlin coğrafiya suallarının izahlarına baxaq. Deyir ki, sxemə əsasən təzyiq sahəsinə aid olan doğru fikirləri müəyyən edin. Biz burada diqqət yetirsək, görərik ki, mərkəz hissədə alçaq təzyiqdir. Amma kənarlara doğru təzyiq artır. Yəni, biz buradan belə qənaətə gələ bilərik ki, belə deyək, hava kütlələri kənardan mərkəzə doğru əsir. Kənardan mərkəzə doğru əsirsə, təbii ki, bu nə olacaq? Sinkron olacaq. İndi gəlin görə sinkronlara aid olan fikirlərə biz hansını seçə bilərik. Deyir ki, mərkəzində alçaq təzyiq mövcuddur. Bəli, biz fikir versək, mərkəzdə alçaqdır, kənarlarda isə yüksəkdir. Ona görə biri doğru fikir kimi qəbul edək. Cənub yarımkürəsində xarakterikdir. Xeyr, bu şimal yarımkürəsindədir. Çünki saat təqribən əksi istiqamətində hərəkət edirsə, şimal yarımkürəsi üçün xarakterikdir. Mərkəzində yüksək təzyiq yox. Gördüyümüz kimi alçaq təzyiq formalaşırdı. Aydın bulutsuz hava şəraiti yaradır. Biz bilirik ki, aydın bulutsuz hava şəraiti yaradan antisiklondur. Siklonlar isə tutqun, buludlu, yəni yağıntılı hava şəraiti yaradır. Ona görə sualımızın düzgün cavabı 1 və 5, yəni A bəndi olacaqdır. İkinci sualımıza baxaq. Qeyd edir ki, xüsusiyyətlər verib və bizə ərazilər verib uyğunlaşdırmalıyıq. Birinci, dəmiyə əkinçiliyi. İkinci, suvarmada əsasən yay mövsümündə istifadə olunur. Üçüncüsü, təbii şəraiti əkinçilik üçün əlverişsizdir. Biz mərkəzi düzənliklərə baxsaq, bilərik ki, təbii ki, bu ərazilərdə biz dəmiyə əkinçiliyini inkişaf etdirə bilərik. Ona görə 1-ə A bəndi. Cənubi Avropada bildiyimiz kimi Araq dəniz iqlim tipi olduğu üçün yağıntılar qışda düşür. Ona görə yay aylarında suvarmaya ehtiyac var. Ona görə Avropanı yazarıq B-yə. Çukot yarımadası qütbə yaxın ərazi olduğu üçün, soyuq ərazi olduğu üçün burada təbii ki, əkinçilik üçün yararsız ərazi olacaq. Şərqi Asiyada yağıntılar yay aylarında düşür. Yəni, burada əsasən ona görə burada verilənlərə heç bir aidiyyəti yoxdur. Alyaska yarımadası təbii ki, bu ərazidə bilirik ki, soyuq ərazi olduğu üçün, yəni əkinçilik üçün əlverişsiz ərazi olacaqdır. Ona görə sualımızın düzgün cavabı 1-ə A, 2-ə B, 3-ə C, Y olacaqdır. Yəni Y bəndi. Üçüncü sualımıza baxaq. Xərti sxemə əsasən işarələnmiş iqtisadi rayonların oxşar və fərqli xüsusiyyətlərini müəyyən edin. 30-cu suala diqqət yetirsək, demək qeyd edir ki, xəritə sxemdə işarələnmiş iqtisadi coğrafi rayonlar təbii ki, birinci Quba Xaçmaz iqtisadi coğrafi rayonudur. İkincisi Şəki Zaqatala, üçüncüsü isə Naxçıvan. Demək 1 oxşar, 2 isə fərqli. 1-ə baxdır ki, bütövlükdə tektonik qalxma zonasında yerləşirlər. Xeyr, bu oxşar cəhət ola bilməz. Çünki bu ərazilərin həm tektonik qalxma, həm də tektonik yəni enmə zonaları var, çökmə zonaları var. Ona görə A bəndi yanlışdır. B bəndi ərazilərində alt paleozoy yaşlı. Alt paleozoy suxurlar biz bilirik ki, Tovuz ərazisində və Naxçıvan ərazisində rast gəlinir deyə. Bu da ortaq xüsusiyyət ola bilməz. Ona görə B bəndi də səhvdir. C bəndi neft və təbii qaz əsaslı faydalı qazıntı ehtiyatları vardır. Bilirik ki, biz Quba Xaçmazda Siyəzən ərazisində ola bilər, amma Şəki Zaqatala və Naxçıvanda təbii ki, biz bilirik ki, neft qaz ehtiyatları yoxdur. Ona görə C bəndini silək. D bəndi suvarma şəraitində əkinçilik inkişaf etmişdir. Yəni, bu ərazilərin həm dağlıq, həm də düzənli əraziləri olduğu üçün təkcə suvarma yox, həm suvarma, həm də dəmiyə əkinçiliyi mümkündür. Yay otlaqlarında heyvandarlığın inkişafı üçün imkanlar mövcuddur. Bu fərqli cəhətdir. Bunların hər birinin dağlıq əraziləri olduğu üçün yəni mövcud ola bilər. Yəni, yay otlaqlarda mövcud ola bilər. Y bəndinə baxaq, ərazilərində buzlaq və qar ərinti suları ilə qidalanan çaylar var. Aha, bu ortaq cəhət ola bilər. Yağıntılar bərabər payla mülayim isti isə təbii ki, Naxçıvanda yoxdur. Bu da fərqli cəhət olacaqdır. Daha sonra növbəti sualımıza baxaq. Deməli, bizə qoruqlar, onların yerləşdiyi inzibati rayon və mühafizə olunduğu komponentləri istəyir. Deməli, Göygöl Milli Parkı yerləşdiyi inzibati rayon təbii ki, Göygöl rayonundadır, düzdür. Fiziki coğrafi rayon Gəncədədir, doğrudur və Qarmaqvarı Şam qorunur, tamamilə doğrudur. Biri götürək. Türyançay Ağdaş ərazisində yerləşir, doğrudur. Ceyrançöl Azınohur fiziki coğrafi rayonuna düşər, Ardız və Saqqız ağaclar qorunur, doğrudur. Ona görə 2-ni də seçək.
Qızılağac İmişli rayonu ərazisinə düşmür, yanlışdır. Şirvan Şamaxı rayonu ərazisinə düşmür, yanlışdır. Qaragöl Zəngilanın yoxlasına düşür, yanlışdır. Ağgöl Ağcabədi rayonuna düşür və su quşları qorunur, tamamilə doğrudur. Düzgün sıralar təbii ki 1, 2 və 6 olacaqdır. Daha sonra biz 35-ci sualımıza baxaq. Deyir ki, A və B xətti üzrə relyef profilini müəyyən edin. Demək, biz burada diqqət yetirsək, B 130-dur. Onun bir neçə horizontal yuxarıda 140 hündürlüyü yazıbdır. Aralara baxaq. 1, 2, 3, 4. 4 ara var. Deməli, biz 140-dan 130 çıxsaq, eləyər 10 metr. Onu da bu araların sayına, yəni 4-ə bölsək, 2,5. Yəni, kəsmə yüksəkliyin 2,5 metr olduğunu müəyyən edərik. B hardasa 130 ilə 132,5 arasında bir mövqedədir. Deməli, A isə, demək, bura 152,5, sonra 155, 157,5, 160, yəni 160-dan daha, belə deyək də, hündür bir mövqedə yerləşməlidir. Demək, A, indi gəlin baxaq. B hardasa 130 ilə 132 arası belə bir mövqe olmalıdır. Görək, hansı variantda verib. A bəndində olmaz, getdi. B bəndi ola bilər. A isə 160-dan dedik ki, çox oldu. Ona görə bu variantı saxlayaq. B bəndi ola bilər. C bəndinə baxaq. Aha, amma lakin burada yəni qalxıb enmələrə fikir versə, görərik ki, bu B bəndinə uyğun gəlməz. Ona görə relyef profilinə baxanda görmək olur ki, düzgün cavab təbii ki, C bəndinə daha uyğun olacaqdır. Ona görə sualımızın düzgün cavabı C bəndi. Aha, sonra növbəti sualımıza baxaq. Deyir ki, qışı quraq keçən mülayim isti, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və yayı quraq keçən soyuq iqlim. Deməli, Böyük Qafqazın cənub yamaclarının dağətəyi və alçaq dağlıq sahələri, Böyük Qafqazın cənub yamaclarının dağətəyi və alçaq dağlıq sahələrində əsasən yağıntılar bərabər paylanan mülayim isti olar. Ona görə A bəndini götürməliyik. Naxçıvan Muxtar Respublikasının orta dağlığında təbii ki, yayı quraq keçən soyuq iqlim əsasən Naxçıvan ərazisində yayılıb. Ona görə 3-ə götürəcəyik B. Böyük Qafqazın şimal-şərq yamaclarının dağətəyi və alçaq dağlıq sahələri. Təbii ki, burada uyğun ərazi yoxdur. Ona görə C bəndini silək. Kiçik Qafqazın dağətəyi və alçaq dağlıq sahələri. Kiçik Qafqazın dağətəyi və alçaq dağlıq sahələri. Biz bura qışı quraq keçən mülayim istini götürə bilərik. Ona görə 1-ə götürək D. Böyük Qafqazın cənub yamaclarının orta və yüksək dağlıq sahələri. Təbii ki, burada da bütün fəsillərdə bol yağıntılı soyuq iqlimi götürə bilərik. Ona görə 1-ə D, 2-ə C, 3-ə isə B olacaqdır. Yəni, bir daha baxaq. Qışı quraq keçən mülayim istiyə götürdük. Deməli, Kiçik Qafqazın dağətəyi və alçaq dağlıq hissələrin tamamilə doğrudur. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim deməli, götürdük. Y bəndi, üzr istəyirəm, Y. Böyük Qafqazın cənub yamaclarının orta və yüksək dağlıq hissələri. Deməli, yayı quraq keçən soyuq iqlim isə götürdük Naxçıvan. Yəni, D, Y və B bəndi. Yəni, A bəndi düzgün cavabımız olacaqdır. 37-ci sualımıza baxaq. Deyir ki, 2005-ci ildə ölkədə ümumi əhalinin sayı 8.300.000 olub, kənd əhalisinin sayı isə 3.984.000 nəfər olmuşdur. Həmin ildə ölkədə urbanizasiya səviyyəsini tapın. Biz bilirik ki, urbanizasiya şəhər əhalisini biz sayın buradan faizini hesablamalıyıq. Ona görə ilk öncə ümumi əhalidən kənd əhalisinin sayını çıxaraq urbanizasiyanın, yəni şəhər əhalisinin nə qədər olduğunu müəyyən eləyək. Deməli, 3.984.000. Yəni, bunları bir-birindən çıxaq. Deməli, 8.300.000-dən çıxaq 3.984.000. Buradan da müəyyən etdik ki, deməli, şəhər əhalisinin sayı 4.316.000 nəfərdir. İndi urbanizasiya səviyyəsini tapmaq üçün ümumi əhalini götürərik 100%. Yəni ki, 100%-i
8 milyon 300 min, x faizi 4 milyon 316 min olacaq. Ona görə buradan biz 4 milyon 310 min vurarıq 100-ə, bölərik 8 milyon 300 minə. Və hesablama zamanı görə bilərik ki, x bərabərdir 52%. Yəni ki, urbanizasiya səviyyəsi 52% olacaqdır. 38-ci sualımıza baxaq. Orta Araz vilayəti, Kür çökəkliyi vilayəti və Lənkəran vilayətinə aid olan xüsusiyyətləri bizdən istəyir. Deyir ki, çay əmələ gəlmə imkanı məhdud olsa da illik çay axımı böyükdür. Bu Kür çökəkliyi vilayəti ola bilər. Çünki burada quraq ərazi olduğu üçün çay əmələ gəlmə imkanları zəifdir. Lakin kənardan gələn çaylar, məsələn Kür kimi, Araz kimi və digər çaylar bu ərazidə yəni illik çay axımını böyük göstərə bilər. Ona görə 2-yə gedəcək A bəndi. Nival landşaft bilirik ki, biz yəni Naxçıvanda, yəni orta Arazda yarana bilər. 1-ə gedəcək B bəndi. Ərazinin böyük hissəsində mülayim isti iqlim. Biz bilirik ki, Lənkəran vilayətində yayı quraq keçən mülayim isti, yağıntılar bərabər paylanan mülayim isti kimi iqlim var. Yəni ərazinin böyük hissəsi mülayim iqlimdə yerləşir. Ona görə 3-ə gedəcək C. Həm filiz, həm də qeyri-filiz ehtiyatlara malikdir. Təbii ki, bu da Orta Araz vilayətinə aid olacaq. Ərazisində həm meşə, həm də çöl landşaftının mühafizə edildiyi qoruqlar vardır. Bu da təbii ki, Kür çökməsinə aid ola bilər. Çünki burada Tuqay meşələrinin qorunduğu Qarayazı qoruğu, həmçinin Bozdağın yəni ətrafının qorulduğu Körsay dövlət qoruğu kimi yəni qoruqlar mövcuddur. Ona görə 1-ə gedəcək deməli B və D, 1-ə B və D, 2-yə Çür çökməsinə gedəcək A və Y, Lənkəran isə C. Demək 1-ə BD, 2-ə AY, 3-ə C. 39-cu suala baxaq. Dünyanın iri daş kömür ixracatçıları. Biz bilirik ki, dünyada ən geniş yayılan deməli daş kömür ehtiyatları Ukraynada, Rusiyada, Cənubi Afrika Respublikasında, Avstraliyada, Qazaxıstanda, yəni bu kimi ölkələrdə daş kömür ehtiyatları ilə zəngindir. Ona görə 1-də C-ni avtomatik biz buradan götürəcəyik. Cənubi Afrika Respublikası, Braziliya olmaz, Çili olmaz, Avstraliyanı qeyd edəcəyik, Rusiyanı götürəcəyik. Deməli 1, 4 və 5. Car, Avstraliya və Rusiya. Düzün cavab olacaq B bəndi. Qar xətti sxemlərinə əsasən doğru fikri müəyyən edin. Biz birinci K məntəqəsinə baxsaq, qar xətti 5500 metr hündürlükdən keçir. Yəni bu çox hündürdən keçir deyə bu ekvatora yaxın ərazilərdir. Çünki ekvatora yaxın ərazilərdə qar xətti daha hündürdən keçir. İkinci el məntəqəsində isə görürsünüz, qar xətti daha aşağıdan keçir, 300 metrdən keçir. Yəni bura qütbə daha yaxın olan ərazi olmalıdır. Ona görə gəlin doğru fikri seçək. Deyir ki, K dağının şimal yamacları cənuba nisbətən aqroiqlim ehtiyatları ilə daha zəif təmin olunmuşdur. Xeyr, əksinə, yəni qar xətti burada daha hündürdən keçir deyə, demək daha isti ərazidir. Ona görə də şimal yamaclarında aqroiqlim ehtiyatları daha bol olar. A bəndi getdi. K dağı şimal subtropik iqlim qurşağında yerləşir. Yox, bu ekvatora yaxın ərazidir. Tropik iqlama qurşağıdır. Olmaz. El dağının yerləşdiyi paralel daha kiçik uzunluğa malikdir. Biz gördüyümüz kimi el dedik ki, qütbə yaxındır. Qütbə də yaxınlaşdıqca paralellərin yəni uzunluğu kiçilir. Ona görə el tamamilə doğru, yəni C bəndi daha tamamilə doğru cavab olacaqdır. Növbəti suala baxaq. Deməli, qeyd edir ki, xəritə sxemdə ştrixlənmiş ölkə üçün doğru fikirləri müəyyən edin. Təbii ki, ştrixlənmiş ölkə Argentinadır. Doğru fikirləri seçək. Qərb hissəsində əhalinin sıxlığı daha çoxdur. Qərb yox, şərq hissəsi olar. Həm okeana çıxış olduğu üçün, həm də əsas paytaxt şəhər və böyük şəhərlərin şərq hissəsində yerləşdiyi üçün şərq hissəsində əhali daha sıx məskunlaşar. Şəkər çonduru, pambıq, cut subekvatoral iqlim qurşağında daha çox yayılmışdır. Yəni bu ərazilərdə təbii ki, cut olma ehtimalı azdır. 2-ni də onda götürməyək. Məhsullar qırmızı qara torpaqlar. Bəli, biz demişdik ki, subtropik iqlim qurşağında, yəni Argentina ərazisində, La Plata ovalığında pampa, yəni çöllər zonasında qırmızı qara torpaqlar geniş yayılmışdır. Ona görə 3 tamamilə doğrudur. Subtropik iqlim qurşağının bərabər rütubətli iqlim. Bəli, biz bilirik ki, Cənub yarımkürəsində muson əvəzinə bərabər rütubətli iqlim tipi formalaşır. Tamamilə doğrudur.
Demoqrafik keçidin birinci tipi yalnız belə də qəbilələr formasında yaşayan, Amazonun, Konqonun, Qvineyanın qəbilələr formasında yaşayan əhalisinə aiddir. Ona görə bu da aid olmaz. Burada çaylarının qidalanmasında yağış sularının üstünlüyü ola bilər. Ona görə burada da düzgün cavab 3, 4 və 6, yəni ki, C bəndi doğru olacaqdır. Aha, 42-ci sualımıza baxaq. Dünya okeanına çay və kanal vasitəsilə çıxışı mövcud olan göllər. Ümumiyyətlə, çay vasitəsilə çıxışı mövcudsa, demək bu axarlı göldür. Kanal da dediyi üçün biz artıq burada Xəzər axarsız olsa da, amma kanallar vasitəsilə biz bilirik ki, Volqa-Don və Volqa-Baltik kanalları vasitəsilə Xəzər dünya okeanına çıxış tapır. Ona görə burada Xəzəri çıxmaq şərti ilə qalan axarsız gölləri silək. Məsələn, B bəndində mən Aralı silərəm, axarsızdır. Sonra C bəndində Eğri silərəm, D bəndində Balxaşı silərəm, Y bəndində də yenə də Eğri silərəm. Çünki bunlar axarsız göldür. Ona görə sualımızın düzgün cavabı A bəndi. Xəzər kanal vasitəsilə dünya okeanına çıxışı var. Ontario, Onega və Ladoqa isə buradan başladığı çaylarla görə dünya okeanı ilə əlaqəsi mövcud olacaqdır. Ona görə düzgün cavabımız A bəndi olacaq. Daha sonra növbəti sualımıza baxaq. 43-cü sualımıza deyir ki, xəritə sxemi əsasən A məntəqəsindən başlayan istiqamətdə uyğun gələn coğrafi obyektləri müəyyən edin. Demək, 1-ə Şirvan düzü, Hərami düzü. Bəli, bu ola bilər. Çünki A-dan B-yə doğru həm burada üzr istəyirəm Mil düzü və Hərami düzü mövcuddur. Ona görə 1-ə, yəni A-nı seçərik. A tamamilə doğru verib. Demək, 3-ə verib vulkanik yayla ilə Ceyhan düzü. Təbii ki, bu tamamilə yanlışdır. Yəni, Ceyhan düzü bu hissədə yerləşmir. Ümumiyyətlə, Qarabağ vulkanik yaylasında bu əraziyə düşmür deyə silirik. 2. Şirvan düzü yan silsilə. Ola bilər, Şirvan düzü və yan silsilədən keçir bu xət. Ona görə C-ni də seçək. D-yə baxaq. Gəncə Qazax düzü. Demək, 1. Gəncə Qazax düzü. Xeyr, burada Gəncə Qazax düzü yerləşmir deyə D-ni sildim. 2. Qusar Mayili düzənliyi. Mazımçay. Mazımçay təbii ki, biz bilirik ki, yəni bu ərazidən keçmir deyə, ona görə 2-ni də avtomatik, yəni Y-ni də daha doğrusu avtomatik sildim. F-ə baxaq, Kürəkçay, Şahdağ silsiləsi, bəli, Kürəkçay və Şahdağ silsiləsi bu istiqamətdə yerləşir. Ona görə tamamilə doğrudur. Ona görə demək, biz buradan götürəcəyik A-nı, götürəcəyik C-ni, A, C və götürəcəyik F-i. Demək, A, C, F. Yəni, sualımızın düzgün cavabı C variantı olacaqdır. Növbəti sualımıza baxaq. Gəncə, Qarabağ və Şirvan, daha doğrusu Şamaxı fiziki coğrafi rayonlarında qışın sonu, yazın əvvəli taxıl əkinlərinin başlamasının səbəbi. Biz bilirik ki, bu ərazilər əsasən dağlıq ərazilərdir. Dağlıq ərazilərdə də qış sərt keçdiyi üçün bu ərazilərdə əsasən yazlıq buğda mövcuddur. Yəni, bunun da təbii ki, düzgün cavabı olacaq qışın soyuq və şaxtalı keçməsi. Düzgün cavab olacaq Y bəndi. Demək, 45-ci suala baxaq. Cədvəldə verilmiş əlamətlərə görə ölkələrlə bağlı doğru fikirləri müəyyən edin. Demək, birinci ölkəyə baxsaq, ümumi-daxili məhsulun adam başına düşən miqdarı 5800, ikincidə isə 45.000-dir. Demək, birincidə azdır, ikincidə çoxdur. Sonra, əmək ehtiyatlarında iqtisadiyyən işləyən əhalinin payı burada 55%, burada isə 85%-dir. Aşağı yaş qrupunun payı A ölkəsində 30, yəni uşaqlar burada çoxdur. Demək, B ölkəsində isə uşaqların sayı azdır. İqtisadiyyatın birinci, yəni hasilat sektorunda işləyənlərin sayı A-da 65%-dir, B-də isə 15%-dir. Biz buradan belə qənaətə gələ bilərik ki, A ölkəsi inkişaf etməkdə olan ölkə, B ölkəsi isə inkişaf etmiş ölkə olacaqdır. Deyir ki, A ölkəsi demoqrafik keçidin ikinci mərhələsindədir. İnkişaf etməkdə olan ölkə olduğu üçün, yəni bu aid ola bilər. Yəni, ikinci mərhələsində də ola bilər, üçdə də ola bilər. Yəni, əsasən ikinci mərhələ uyğun gələ bilər. Ona görə biri seçək. B ölkəsi əhalinin təbii artımının azaldılması üçün siyasət həyata keçirir. Xeyr, burada gördüyümüz kimi uşaqların sayı azdır. Bunlar əksinə əhalinin artırmağı üçün siyasət həyata keçirər. Ona görə 2 tamamilə yanlışdır. 3-ə baxıram. B ölkəsində təbii artımın birinci tipi xarakterikdir. Təbii ki, uşaqların sayı az olduğu üçün birinci tip xarakterikdir. Tamamilə doğrudur. 4. A ölkəsində suburbanizasiya prosesi daha intensivdir. Biz bilirik ki, suburbanizasiya daha çox inkişaf etmiş ölkələr üçün xarakterikdir. Ona görə doğru olmaz. B ölkəsi xidmət sahələri ilə daha yaxşı təmin olunub. Təbii ki, inkişaf etmiş ölkələr xidmət sahələri daha yaxşı inkişaf etmişdir. A ölkəsində kənd təsərrüfatı əmtəlik yox, əsasən istehlak xarakteri daşıyacaqdır. Ona görə 1, 3 və 5.
Düzün cavab C bəndi olacaqdır. Deməli, 46-cı sualımızda qeyd edir ki, ölkə əhalisinin sayı 12 milyon nəfərdir. Bir ildən sonra əhalinin sayı 12,1 milyon nəfərə çatmışdır. Artımın 40 min nəfəri mexaniki artım hesabına olmuşsa, orta illik təbii artımın 1000 nəfərə görə hesablayaq. Gəlin baxaq. Deməli, əhali 12,1 milyondan əvvəl 12 milyonmuş, sonra olub 12,1 milyon. Yəni ki, ümumi 100 min nəfər əhali artıb. Bu 100 min nəfərində 40 mini mexaniki artım hesabınadırsa, deməli 60 min nəfəri də təbii artım hesabınadır. Deməli, 12 milyona götürəcək 12 milyona 60 min, 1000 nəfərə x. Buradan 12 milyon x bərabərdir 60 vurulsun, yəni 60 min daha doğrusu vurulsun 1000-ə. Buradan 3-0 buradan getdi, 3-0 buradan, 3-0 buradan, x də bərabər oldu 5. Deməli, hər 1000 nəfərə görə təbii artım təbii ki 5 nəfər olacaqdır. Demək, 47-ci sualımıza baxaq. Deyir, xəritə sxemdə rəqəmlərlə verilən ölkələrə aid olan xüsusiyyətləri müəyyən edin. Yazıb 1, 3 və 5 təsərrüfatda hasilat sənayesinin payı çoxdur. Demək, 1 Almaniya, 3 Türkiyə, 5 isə Avstraliya. Təbii ki, inkişaf etmiş ölkələr, yəni Almaniya tutaq ki, burada inkişaf etmiş ölkədə Avstraliya, yəni bunlarda hasilatın payının çox olması. Təbii ki, Avstraliyada hasilat müəyyən qədər ola bilər, amma Almaniyada ümumiyyətlə hasilat sənayesi yəni yüksək inkişaf etməz, çünki təbii sərvətləri azdır və emal sektoru daha yüksəkdir. 3, 4 və 6 yalançı urbanizasiya, yəni Türkiyədə, Braziliyada və Meksikada təbii ki, yalançı urbanizasiya ola bilər. Seçək. 2, 4, 6 əhalisi Hind-Avropa dil ailəsinin eyni dil qrupuna aiddir. Deməli, 2, 4, 6. Deməli, İspaniya, Braziliya, Meksika. Bəli, bunlarda roman, yəni Hind-Avropa dil ailəsinin roman dil qrupu ola bilər. Doğrudur. Ona görə 3-ü də seçək. 2, 4 və 5. Yəni 2 İspaniyadır. İspaniya köçürülmə kapitalist ölkəsi deyil. Ona görə 4-ü sildim. 1, 5, 6 inzibati quruluşuna görə federativdir. 1. Deməli, Almaniya, 5 Avstraliya, 6 Meksika. Bəli, hər üçü federativdir. Ona görə 5-i seçirəm. 1, 3, 5 xarici iqtisadi əlaqələrdə boru kəmər nəqliyyatının payı çoxdur. 1, 3, 5 təbii ki, bu Almaniyaya aid olmaz. Təbii ki, 6-nı da silirəm. Ona görə olacaq 2, 3 və 5. Yəni, doğru cavab D bəndi. 2, 3 və 5. Bəli, doğru cavab D bəndi olacaqdır. Horizontlara əsasən dağın dik yamacının və kəsmə yüksəkliyini müəyyən edin. Bu da sadə bir sualdır. Gördüyünüz kimi horizontlar sıx çəkilib, hansı hissədə sıx çəkilibsə orada meyillilik çoxdur. Yəni biz burada müəyyən edə bilərik ki, bu cənub-qərb yamacıdır. Cənub-qərb. Kəsmə yüksəkliyi də təbii ki 370-dən 340 çıxsam eləyir 30. 3 aralığı var. Ona görə 3-ə də bölsəm 10 metr olduğunu müəyyən edə bilərəm. Deməli cənub-qərb 10 metr. Düzgün cavab D bəndi. 49-cu sualımıza baxaq. Doğru olmayan ifadələri müəyyən edin. Ön Qafqaz tektonik çökməsi və Böyük Qafqaz tektonik qalxmaları eyni təbii vilayət daxilindədir. Bəli, bunlar Böyük Qafqaz yəni vilayətində yerləşirlər. Bu doğrudur, ona görə bunu seçməyək. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün dağlıq ərazilərdə flis faydalı. Məsələn, Talış dağları da bura aiddir, amma Talış dağlarında təbii ki, flis faydalı qazıntılar yəni çox deyil, ona görə 2-ni silirəm. Orta Araz əyilmə zonasında qara metal xammalı hasil edilir. Təbii ki, bu da yanlışdır. Bizə yanlışları istirdi, ona görə 2-ni seçək. 3-ü seçək. Kür dağarası çökəkliyi zonasında arid denedasiyon relief formaları bəli, yayılıb, doğrudur. Böyük Qafqaz tektonik qalxma zonasında sürüşmə prosesləri intensivdir, tamamilə doğrudur. Bizdən doğru olmayan cavablar deyir deyə 2-3-ü götürəcəyik. Sonra demək, Tataristan, Xakasiya və Kabarda-Balkar dövlət qurumlarını verib. Bunlara aid olan xüsusiyyətləri istəyir bizdən. Sənaye tullantıları Volqa çayını çirkləndirir. Bilir ki, biz Volqa-Ural boyunda, yəni burada Tataristan düşür. Ona görə 1-ə götürək A. Ərazisində yenidən fəallaşmış dağlar bu Xakasiya ola bilər. Çünki bu Sibir regionunda təbii ki, düzgün cavabdır, uyğun gəlir. Ona görə 2-ə gedəcək B. Şimali Qafqaz regionunda təbii ki, Kabarda-Balkar yerləşir. 3-ə gedəcək C. Dağ turizminin inkişafı üçün əlverişli şəraitə malikdir.
Bu da Kabarda-Balkara gedir. Yəni Qafqaz dağlarına görə ola bilər. Seysmik cəhətdən sabit ərazidə yerləşir. Təbii ki, bu da Tataristan olar. Çünki bura Volqa-Ural boyu təbii ki, sabit ərazidir. Ona görə 1-ə AY, 2-yə B, 3-ə isə CD uyğun olacaq. 1-ə AY, 2-yə B, 3-ə CD uyğun gələcəkdir. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Demək, Afrikada yayılmışdır. Gəlin, buraları uyğunlaşdıraq. 1, 2, 3, 4. Afrikada yayılmışdır. Afrikada codyarpaqlı meşələr və savannalar var. Ona görə 1-ə gedəcək A. Parana çayı hövzəsində codyarpaqlı meşə olmaz. Çünki materiklərin qərbinə düşür codyarpaqlı meşə. Cənubi Amerikada. Demək, bu uyğun gələr savanna və meşə çöl zonası. Ona görə 2-ə gedər B. Daha sonra tropik hava kütlələrinin təsirinə hamısı məruz qala bilər. Çünki subekvatorial meşə çöl həm subtropikdə də mövcuddur, codyarpaqlı meşə subtropikdə də mövcuddur. Ona görə 4-ə C uyğun gələ bilər. Avropa qitəsində yayılmışdır. Avropa qitəsində təbii ki, codyarpaqlı meşələrlə meşə çöllər zonası ola bilər. Ona görə 3-ə yazarıq D. Cənub-Şərqi Asiya regionunda rast gəlinmir. Təbii ki, Cənub-Şərqi Asiya ölkələrində meşə çölündən codyarpaqlı meşələr yoxdur. Ona görə 3-ə yazarıq E. Kənd təsərrüfatının inkişafı üçün əlverişli aqroekonomi ehtiyatı təbii ki, hər birində mövcuddur. Ona görə 1-ə A, 2-yə B, 3-ə D-yə, 4-ə isə F olacaqdır. Bir də baxaq, deməli, savanna və codyarpaqlı meşələr A, Afrikada yayılıb, doğrudur. Daha sonra savanna ilə meşə çölə yazdıq B, Parana çayı hövzəsində yayılmışdır, doğrudur. 3-ə meşə çölündən codyarpaqlıya götürdük, deməli, Avropa qitəsində yayılıb. Bir də ki, Cənub-Şərqi, yox, üzr istəyirəm, dəqiqə. Avropa qitəsində yayılmışdır. Demək, codyarpaqlı ilə meşə çöl, bəli. Bir də Y bəndi Cənub-Şərqi Asiya ölkələrində rast gəlinmir, doğrudur. 4, demək, tropik hava kütlələrinin təsirinə məruz qalır, doğrudur. Bir də kənd təsərrüfatı üçün yararlıdır, tamamilə doğrudur. Aha. Daha sonra növbəti suallarımıza baxaq. Deyir ki, çayın mənbəyində havanın temperaturu 1,8, mənsəbində isə, bir çay götürək, çayın mənbəyində 1,8-dir, mənsəbində isə 24,3 dərəcə olacaqdır. Deməli, ilk öncə biz bu çayın çayın ilk öncə biz mənbə ilə mənsəb arasında hündürlük fərqini tapaq. Deməli, 24,3-dən 1,8 çıxsaq və bunu hündürlüyə çevirsək, deməli, 24,3 çıxılsın 1,8 eləyir 22,5. Deməli, biz bilirik ki, hündürlüyə doğru hər 1000 metrdə temperatur 6 dərəcə düşürsə, x metrdə də hərdəsə 22,5 dərəcə düşər. Biz 22,5-i burada 1000-ə vurub 6-ya bölsək, təqribən çayın düşməsinin 3750 metr olduğunu müəyyən edə bilərik. Çayın uzunluğu da verir. Buna görə biz buradan meyilliyi də tapa bilərik. Yəni, çayın düşməsinin uzunluğa, yəni 250 bölərək, çayın meyilliliyində 15 olduğunu tapa bilərik. Yəni, buradan biz qənaətə gələ bilərik ki, bu çay dağlıq çaydır. Yazıq ki, dərəsində meandrlar geniş yayılıb. Biz bilirik ki, meandrlar düzənlik çay üçündür, olmaz. Hidroenerji ehtiyat imkanları təbii ki, çoxdur. Çünki dağlıq çaylar sürətlə axdığı üçün onların hidroenerji imkanları böyük olur. Nəqliyyat imkanları düzənlik çaylarında böyük olar. Mənbə böyük su ayırıcı silsiləsində yerləşmir. Çünki böyük su ayırıcı silsiləsində maksimum hündürlük 2228 metrdir. Yəni, burada düşmə 3750 metr ola bilməz. Dağıdıcı fəaliyyət üstündür. Bəli, çünki dağlıq çaydır. Dağlıq çaylarda V şəkilli dərələr əmələ gələ bilər. Ona görə düzün cavab olacaq 2, 5 və 6. Daha sonra bizə qeyd edir ki, günəş şüalarının günorta vaxtı minimum düşmə bucağının düzgün verildiyi əraziləri müəyyən edin. Biz minimum düşmə bucağını tapmaq üçün təbii ki, burada bir dənə lövhəni açaq. Biz minimum düşmə bucağını tapmaq üçün bu düsturdan istifadə edə bilərik. 90 çıxılsın A, yəni verilmiş məntəqənin koordinatı
üstəgəlsin 23,5. Bu düsturla, yəni düsturun yerinə qoyaraq hesablaya bilərik. Bir daha qeyd edək. Deməli, düsturumuz belə olacaq. 90 çıxılsın A plus 23,5. Məsələn, birinci məntəqəyə baxan kimi 60 dərəcə şimal enliyinə 90 çıxılsın 60 plus 23,5 hardasa, yəni hardasa bu 60 dərəcəli şimal enliyinə günəşin minimum düşmə bucağı 6,5 dərəcə falan, yəni belə bir şey olur. Ona görə bunu götürməliyik, bunu silək. Yəni minimum düşmə bucağı bu qədər ola bilməz. 1 getdi 2-yə. 2-yə baxaq, yenə də 90 çıxılsın 26 üstəgəlinsin 23,5. Deməli, bu eləyər 49, 90-dan da 49,5 çıxsam, 90 çıxılsın 49,5, bu 40,5 eləyir. Ona görə bu tamamilə doğrudur. Ona görə buradan 2-ni seçdik, 2, yəni 2-ni burada qeyd edirik, 2-ni seçdik. Daha sonra 3-cüyə baxaq. 90 çıxılsın 34 plus 23,5. Yəni 90-dan biz 57,5-i çıxsaq, 90 çıxılsın 57,5. Bu təbii ki 32,5 dərəcə eləyəcək. 32, yəni bu da ola bilməz. 3-ü silək. 4-ə baxaq. 45-ə 48,5. Yəni 90 çıxılsın 45 plus 23,5. 68,5 eləyəcək. 90-dan da 68,5-i çıxaraq 21,5 dərəcə düşdüyünü tapa bilərik. Ona görə 4-də olmaz. Sonra 5-ci məntəqəyə baxaq. 5-ci, deməli 90 çıxılsın 38 üstəgəlsin 23,5. Bu da 90-dan biz 90 çıxılsın deməli 61,5. Bu da 28,5 dərəcə olduğunu taparaq. Demək bu da doğrudur. 5-i də götürək. 6-cıda isə deməli 90 çıxılsın 31 plus 23,5. Deməli 31 plus 23,5 bərabər 54,5. 90-dan da 54,5-i çıxdıqda 35,5 olduğunu müəyyən edə bilərik. Ona görə düzgün cavab 2, 5, 6. Əslində, yəni burada baxanda təqribi tutmaq olur. Yəni hansı ola bilər, hansı olmaya bilər. Amma mən daha dəqiq olması üçün sizin üçün hesabladım. Belə. Aha. Sonra növbəti sualımızda məsələdir. Exlotdan göndərilmiş səs siqnalı bir çökəkliyin dərinliyinə gedib qayıtmasına müddəti 3,6 saniyədir. İkinci çökəklikdə isə 4,2 saniyə olmuşdur. Demək, bunu yenə deyirəm, bunun daha rahat hesablama qaydası var, amma mən bunu daha ətraflı izah eləyəcəm. Deməli, bunu biz necə hesablayarıq? Bilirik ki, exolot 1 saniyə 1500 metr qət edir. Biz burada 1500-ü vurarıq birincidə 3,6-ya. 1500 vuraq 3,6 tapa bilərik ki 5400. Lakin bunun təbii ki 2-yə bölsək, çünki bunu gedib qayıtıb. Bizə əsas gedmə lazımdır ki, okeanın dərinliyini tapaq. Yəni çökəkliyin dərinliyini tapaq. 5400-ü də 2-yə bölsəm, eləyər 2700 metr. Demək, burada çökəkliyin dərinliyi 2700 metrdir. İkincidə isə baxaq, 1500 vuraq 5,2-yə. 1500 vurulsun 5,2. Bu isə 7800 eləyər. 7800-ü də 2-yə bölsəm 3900 eləyər. 3900 ilə də 2700 arasındakı fərqi tapsam 1200 metr olduğunu müəyyən eləyə bilərik. Yəni siz daha dəqiq vurun, hesablayın. Ola bilər ki, indi burada əgər hər hansı bir hesablama səhv eləmədiksə, bax 1500-ü 3,6-ya vuracağıq. Yəni bunu biz nə qədər eləyirsə 2-yə bölməliyik. Və digərində isə 1500-ü 5,2-yə vuracağıq. Nə qədər eləsə 2-yə böləcəyik və arasındakı fərqi hesablayacağıq. Sonra 55-ci sualımıza baxaq. Deməli, göllər verib və onların yerləşdiyi ərazi və mənşəni istəyir bizdən. Burada
Göygöl təbii ki, Şahdağ silsiləsində yerləşə bilməz. Ona görə bir səhvdir getdi. Sarısu axmazdır, Muğan yox, Mil düzündə yerləşir. O pozuldular sıranı istəyir bizdən. Ona görə biri seçərik, ikini seçərik. Vulkanik Qaragöl vulkanik yayladır. Bu tamamilə doğrudur. Seçmirəm. Buzlaq məşəli Azınıxor buzlaq məşəli ola bilməz. Ona görə 4-ü seçirəm. Uyğunluğun pozulduğunu istəyir. Maralgöl doğrudur. Masazır da doğrudur. Demək, bizdən uyğunluğun pozulduğunu istədiyinə görə düzün cavab olacaq 1, olacaq 2, olacaq 4. Daha sonra 56-cı sualımıza baxaq. Demək, deyir ki, doğru ifadələri müəyyən edin. İslandiya və Yapon adaları litosfer tağlarının divergent. Yaponiya konvergent sərhəddədir. Ona görə 1 olmaz. Filippin dənizinin sahillərinin bəli 1 okean gölü, yəni yalnız sakit okean gölü 2 doğrudur. 2-ni seçək. Kalaharidə qum düyünləri geniş yayılmışdır. Bəli, bura səhralı ərazi olduğu üçün qum düyünləri ola bilər. 3-ü seçək. Alp dağlarını Greenwich kəsə bilməz. Səhvdir. Atlas dağları Alp-Himalay qırışıqlığına aiddir. Bu da doğrudur. 5-i seçək. McDonald's və Hamersley dağları qırışıq faylı yox, faylı dağlardır. Ona görə 6-nı seçməyək. Ona görə düzün cavabımız 2, 3 və 5 olacaqdır. 57-ci sualımıza baxaq. Sxoti Alin, Krım və Skandinaviya bunları bizdən istəyir. Deməli, biz bilirik ki, Sxoti Alin mezozoy yaşlı yəni dağdır. Ona görə bu Kimmeri qırışıqlığına aiddir. 1-ə getsin B. Krım cavan dağdır. Ona görə bu Alp qırışıqlığına aiddir. Getsin A. Skandinaviya isə Kaledon qırışıqlığına aiddir. Getsin D. Əslində bir şey qeyd edim ki, bizim dəstliklərdə Skandinaviyanı ümumi götürürlər. Yəni Hertzin, Kaledon birlikdə verirlər. Sadəcə olaraq daha dəqiq yəni daha dəqiqliyə gediblərsə bu sualda, güvən vəsaitində və yaxud da digər elmi mənbələrdə Skandinaviyanı konkret olaraq Kaledona verir. Ona görə əgər dəqiqlik istəsə Kaledon, yox əgər dərsliyə əsaslansa, yəni Hertzin, Kaledon hər ikisini götürmək olar, amma mənə elə gəlir ki, düzün cavabı 1-ə B, 2-ə A, 3-ə isə D kimi götürəcəklər. Sonra biz situasiyamıza baxaq. Deyir, ovalıqda yerləşən A məntəqəsində günorta vaxtı günəş şüalarının düşmə bucağı 6,5-dir. Həmin gün 40 dərəcə cənub enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı 73,5-dir. Yəni biz bu 40 dərəcə cənub enliyində günəşin maksimum düşmə bucağı 73,5-dir. Yəni biz buradan aydın ola bilər ki, bu qış gün dönümündən söhbət gedir. Yəni 22 dekabrdan. 22 dekabrdan günəş hara 6,5 dərəcə bucağı altında düşər. Biz bayaq burada hesabladıq əslində. Ona görə bir daha hesablamağa ehtiyac duymuram. Bu 60 dərəcə şimal enliyi ola bilər. Enliyi tapdıq. Yəni görürsünüz, burada əslində vermişdi bizə. Bu bizə burada kömək elədi. Daha sonra deyir ki, A məntəqəsinin yerli vaxtı Bakıdan 80 dəqiqə irəlidir. Biz 80 daha doğrusu, dəqiqəni 4-ə bölərək 20 dərəcə olduğunu bilərik. Bakı da 50 dərəcə şərq uzunluğunda olduğu üçün 50 plus 20 bərabərdir 70 dərəcə şərq uzunluğu. Yəni bu məntəqənin hardasa 60 dərəcə şimal enliyi 70 dərəcə şərq uzunluğuna düşür. Və deyir, ölkənin ərazisində həm əsas, həm keçid iqlim qurşaqları mövcuddur. Bu ölkədə müxtəlif geoloji eralarda yaranmış dağlara rast gəlinir. Ölkədə onun ərazisinin böyük hissəsinin aid olduğu qitənin ən ucqar şimal və şərq nöqtələridir. Biz elə baxan kimi bu situasiyadan bu ölkənin Rusiya olduğunu müəyyən edə bilərik və Rusiya ərazisində təbii ki, Asiyanın ucqar şimal və ucqar şərq nöqtələri, yəni ki, Çelyuskin və Deginyov deməli ucqar nöqtələri yerləşir. Ona görə gəlin situasiyaya baxaq. Deyir ki, mətnə əsasən A məntəqəsi və onun yerləşdiyi ölkə. A məntəqəsi Orta Sibir yaylasıdır və yerləşdiyi ölkədə təbii ki, Rusiya yazmalıyıq. A məntəqəsinin yerləşdiyi ölkəni onun ərazisində yerləşən yarımadalar. Məsələn, Rusiya ərazisində biz Taymırı yaza bilərik, Çukot yaza bilərik və s. Yəni çoxlu biz burada yarımada. Mezozoy yaşlı demək dağlara isə Verxoyansk, Selski, Sxoti Alin kimi dağları biz qeyd edə bilərik. Mətnə əsasən A məntəqəsini və onun yerləşdiyi ölkəyə aid olan xüsusiyyətlər, yəni qeyd edirəm, yenə də Orta Sibir yaylasıdır, ölkə Rusiyadır. İndi cədvəldə nə istəyirsə, təbii ki, biz onları, o xüsusiyyətləri oraya yazmalı idik.